Gecənin cekpotu. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Sizlərə maya dəyərinə satılan, hətta deyə bilərəm ki, maya dəyərindən də qat-qat aşağı qiymətə təklif olunan əmlak satış bazarının ən ucuz 5 otaqlı həyət evini təqdim edirəm. Video sonacan baxın, ev axtarışındasınızsa axtarışı dayandırın. Masazır qəsəbəsində sizlərə elə bir evi təqdim edirəm ki, hal-hazırda bu qiymətə nəinki 5 otaq, 4 otaqlı ev tapmaq çətin məsələdir. Axtarışı tam dayandıra bilərsiniz. Axtardığınız ev baxın budur. Ev sahibi evə qoyduğu pulu götürmək istəyir. Biznesi ilə, işi ilə əlaqədar olaraq evdən heç bir xeyir tutmur. Təcili olaraq satılır. Evin çöl görünüşünü sizlərə təqdim edəcəm. Yəni biləcəksiniz ki, hansı evlərdəndir və bunlar hansı qiymətə təklif olmuşdur. Evə daxil olduqda geniş dəhliz sahəsi, döşəməsi istipoldur. Çox super bir təklifdir dəyərli izləyicilərimiz, super təklif. Evi gecə vaxtı çəkməyimdə məqsəd ondan ibarətdir ki, əgər bu qiyməti ev axtarırsınızsa, sabah gəlin. Artıq sabahdan sonra gec olacaq, çünki satılmış olacaq. Bu evimizin mətbəxidir. Mətbəxi çox genişdir, mətbəx istipoldur. Mətbəxdən arxa həyətə keçmək olur. Baxın, burada arxa həyətdə yeri var. Belə bir yeridir. Gündüz vaxtı gəlsəz tam rahat şəkildə görəcəksiniz. Ev sahibi, yəni evin daxilində, həyətdə nə iş görübsə, yəni saxlayıb. Görülən işlər, yəni bundan artıq bu qiymətə bundan artıq iş görməyəcək. İndi sizlərə ətraflı şəkildə izah edəcəm. Evdə hər mərtəbə monolit betondur. Birinci və ikinci mərtəbə monolit betondur. Qoşadaşla tikilib, yüksək keyfiyyətlə tikilmiş evdir. Qiymət 135.000 manatdan təcili olaraq 115.000 manata endirilib. Biraz da bəlkə də endirim ola bilər, danışmaq olar. Bu evimizin belə bir gözəl qonaq otağıdır, kombi xətti çəkilib, TV xətti, konser xətti və s. hamısı çəkilib hazır vəziyyətdədir. Birinci mərtəbədə olan sanuzel, ikinci mərtəbədə də eyni baxın belə bir sanuzel var, işığı yanmır. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı, pəncərəsi öz həyətinə baxır. Super təklifdir dəyərli izləyicilərimiz, bu təklifdən yararlanın. Sənədlər təbii ki qaydasındadır. Çıxarışdır, mülkiyyətdir, kupça da tam notarial qaydada alqı-satqı olacaq. Ünvan Masazır qəsəbəsi, Masazırda yerləşir, deməli, Zaur Həsənov küçəsi ilə General Akim Abbasov küçəsinin kəsişməsində, yaxınlığında 569 nömrəli marşrut xətti, 6 saylı məktəb, lider market və s. kimi yaşayış obyektlərlə zəngin olan bir ərazidir, hündür yerdir. Ətraf villalarla əhatə olunub. Yəni, bu evin qonşuluğundakı evləri göstərəcəm sizlərə. O evlərin qiyməti 135.000 manat. Baxın, eyni baxın bu evlərdəndir. Bu ev isə təcili olaraq satılır. Eyvan sahəsi. Baxın, belə bir həyət yanı sahəsi var. Evin fasadı kabançıq daşdır. 2-3 maşın həyətə daxil ola bilir. 115.000 manata super təklifdir. Burada deməli evin damına çıxış var. İkinci mərtəbədə də eyni ilə sanuzel var. Prosta işığı yanmır hal-hazırda. Burada böyük bir yataq otağıdır. Belə bir yataq otağı var. Bu ev satışda çox qalmayacaq. Yəni 115.000-ə belə təmirdə, bu keyfiyyətdə, yəni bilirsiniz ki, bu ərazidə 4 otaqlı ev tapmaq çətindir. Bu ev isə 5 otaqdır, maya dəyərinə satılır. Sözümə inanın, həqiqətən də, yəni həqiqətən də maya dəyərinə satılan bir evdir. Çox təcili olaraq satılır. Gəlin keçək həyətində sizlərə təqdim edim. Deməli, baxın bu evimizin küçəsidir. Bu evlər, yəni bizim kanalda görmüsünüz, 135.000 manatla satışa çıxarılıb. Fasadlar kabançıq daşdır, jalüz darvazadır. Baxın, 135.000 evlərdir. Bu ev isə təcili olaraq 115.000 manata satılır. Kabançıq daşdır. Ev yiyəsi nə iş görübsə, baxın, işi saxlayıb. Bundan artıq bu qiyməti iş görməyəcək. Sadəcə qalıb fasad boyası və bir sıra təmizlik işləri. Onu inşallah ki, kim alsa özü edər. Fasad boyasını vurmayacaq. Çünki elə bir qiymətə satır ki, ev sahibi, yəni belə desək, öz pulunu buradan götürmək istəyir. Başqa biznesi ilə, işi ilə əlaqədar olaraq maya dəyərindən də aşağı qiymətə satılır. Yəni düşmə ev axtarırsınız, əlim yanında ev axtarırsınızsa, baxın, həmən bu evdir. Gəlin, inşallah ki, bəyənərsiniz. Küçəsi rahatdır, enli küçəsi var. Yolu demək olar ki, asfaltdır. Yaxınlığında yaşayış obyektlərinin hamısı ilə zəngin olan bir ərazidir. Sağ olun, salamat qalın.